Biz bir kofi kimi istedik, sevgini içtik, ruhumuz esti. Bir şey bununla başladı. Bir kahve var idi, bir de sevgi. Sadece bir sözle kahvem ol yine. Süzmeni kalbime, sevildim sana. Sen de çok acısan, şekersiz farklı. Ətrindən dəli, hisslərin bəli. Səndən qofi iləsən, bu üçlü sevirsən. Səndən qofi kimisən, qaynar istəsən. Səndən qofi iləsən, bu üçlü sevirsən. Səndən qofi kimisən. İçtik, sevgini içtik, ruhumuz esti. Bir şey bununla başladı. Bir kahve var idi, bir de sevgi. Sadece bir sözle kahvem ol yine. Süzmeni kalbimden, sevildim sana. Sen de çok acısan, şekersiz farklı. Ətrindən dəli, hisslərin bəli. Səndən qofi iləsən, bu üçlü sevirsən. Səndən qofi kimisən, qaynar istəsən. Səndən qofi iləsən, bu üçlü sevirsən. Səndən qofi kimisən. Səndən qofi kimisən. Səndən qofi iləsən. Səndən qofi kimisən. Səndən qofi iləsən, bu üçlü sevirsən. Səndən qofi kimisən, qaynar istəsən. Səndən qofi iləsən, bu üçlü sevirsən. Səndən qofi kimisən, qaynar istəsən. Musiqi ilə həmdəm olaq. Axşamınız xeyir olsun əziz tamaşaçılar. ATV kanalında Musiqi ilə həmdəm olaq verilişi yenə efirdədir. Və bugün də çox maraqlı qonağımız var. Elşahin Nemətov. Xoş gəlmisiniz Elşahin bəy. Hər vaxtınız xeyirli olsun Leyla xanım. Çox sağ olun ki, dəvət eləmisiniz. Çox sağ olun, təşəkkür Sizə edirəm. də uğurlar arzu edirəm. Və burada mən istərdim musiqiçilərimizi də salamlayaq. Musiqiçilərimiz Bəli. mənim ayrılmaz Elbənd qrupum. Fərid Ağayev saksafonimizin başda olmaqla, bizim qardaşlarımız hamısı, Vahid müəllim, Əjdər, Oktay müəllim, Fuad, Arif bəy, Əli bəy, Zamiq bəy, Fuad və bizim back vokalistamız Naya. Nə gözəl, hər birini salamlayıram, hər biri xoş gəlib. Ümid edirəm ki, biz bugün tamaşaçılar və biz çox böyük bir zövq alacağıq gözəl musiqilərdən. İstərdim yeniliklərdən danışasınız. Yeniliklər çox hazırlıqlar gedir, belə deyək. Nəyə görə? Çünki 22 fevral inşallah bizim solo konsertimizdir. Nə gözəl. İlk solo konsertim olacaq və bəndimiz bundan da böyük olacaq. 15 nəfər olacaq orkestrimiz inşallah. Düşünürəm ki, uğurlu olacaq. Çünki çox çalışırıq, çox məşq edirik və
həm işləyirik, həm məşq edirik. Bu son zamanlar ümumiyyətlə gecəmiz, gündüzümüz hamısı qarışıb bir-birinə. Nə gözəl, çox gözəl. Və yeni mahnılarımız da inşallah cürbəcür bəstəkarlarımızdan bizim bəstəkarımız çox hörmətli Nadir Əzimovun bəstəsindən yeni mahnılarım inşallah çıxacaq. Fərid Kərimlinin bəstəsindən yeni mahnılarımız çıxacaq və mənim öz bəstəmdən olan mahnılar da olacaq və bu gün də inşallah öz bəstəmdən olan mahnılar da ifa eləyəcəm. Bəlkə birini də ifa eləyəsiniz. Birini də ifa Yeri edək. Hələ bu mahnını da ifa edək Nadir Əzimovun repertuarından Bulud olub. Tamam, dinləyək. Musiqi ilə həmdəm olaq. Dünya senden kimler geldi geçmedi. Gəm şarabın badə içmədi. Hər gün ölmək mənim üçün işlədir. Gülüm sənə məhəbbətim nədəndir? Sənli gülüm mənə yazdı bahardı. Xəyal məni uzaqlara apardı. Gündə səni görsəm nə vardı? Gülüm sənə məhəbbətim nədəndir? Bulud olur, yağış yağış ağladı. Hicran üçün mən yolları bağladım. Bulud olur, yağış yağış ağladı. Daha yeter bugünü ağladım. Bulud olur, yağış yağış ağladı. Hicran üçün mən yolları bağladım. Bulud olur, yağış yağış ağladı. Daha yeter bugünümü ağladım. Çekildi gözlerimde bulutlar. Kazanında görüneydi bir bahar. Arda kaldın böyle saat nazlıya. Dolma elde bu gürbetim nedendir? İller aylar düşürdü durmadan. Zamandaşım her ilaydı değirme. Ömür keçti hiç bilmedim ne zaman. Yarı yaşta bu kısmetim nedendir? Bulud olur, yağış yağış ağladım. Hicran için ben yolları bağladım. Bulud olur, yağış yağış ağladım. Daha yeter bugünüme ağladım. Bulud olur, yağış yağış ağladım. Hicran üçün mən yolları bağladım. Bulud olur, yağış yağış ağladım. Daha yeter bugünüme ağladım. Bulud olur, yağış yağış ağladım. Hicran üçün mən yolları bağladım. Bulud olur, yağış yağış ağladım.
daha yeter bugünüme ağladı. Bulut olur, yağış yağış ağladı. Hicran için ben yolları bağladım. Bulut olur, yağış yağış ağladı. Daha yeter bugünüme ağladı. Təşəkkür edirəm, çox sağ olun. Səsinizə sağlıq, təbii ki, musiqiçilərimiz də var olsun. Repertuar seçərkən mahnının hekayəsi daha önəmlidir, yoxsa melodiyanın axıcılığı? Mənim üçün hər bir mahnı, ümumiyyətlə mən elə belə ifa etmirəm heç vaxt. Çünki mənim hər günüm, mən musiqi ifalarımı bitirib evə gəlib çatıram, gecə yenə yatmıram. Yenə beynimdə musiqi oynayır, yenə də özüm də söz yazıram, musiqi gəlir, hansısa musiqini yaradıram. Musiqi məndən əl çəkmir. O mənimlədir hər gün. Və seçəndə də təbii ki, mən anlamadığım və o mahnı mənim ürəyimin içinə yatmasa, girməsə, qanıma işləməsə, mümkün deyil, o mahnını mən oxumuram. Yalnız melodiyanı yəni. Yox, söz və melodiya. Bəli, ikisi ümumilikdə mahnı ürəyimə yatmalıdır. Elə bir mahnılar olur ki, onu milyonlarla insan sevə bilər, amma mən sevməyə bilərəm. Yəni o musiqi mənə çatmalıdır. Mən onu yaşamalıyam. Çox gözəl. Təbii ki, məndə də eynidir. Musiqini duymasan, o ürəyinə yatmasa, onu ümumiyyətlə mümkün deyil ifa etmək. Yaxşı ifa etmək təbii ki. İfa edənlər olur. İfa edənlər, belə deyək də, misal üçün, səhnələrə biz əsasən götürək, toy ya hansısa səhnələrə çıxırıq, nə üçün? Pul qazanmaq üçün. Amma mən musiqiyə sırf pul obyekti kimi baxmıram. Mən musiqini yaşatmaq üçün ona baxıram. Mən özümə, belə deyək də, nümunə kimi TikTokda hansısa milyonla izləyicisi olana baxmıram. Mən özümə təsəlli olaraq Eyüp Yaqubova baxıram. O mənim, belə deyək də, bu səhnələrdə ikonam Eyüp Yaqubovdur. Yəni, ona görə də o mənim üçün bir nümunədir. Və o, istər TikTok olsun, istər ki, Instagram olsun, istər Facebook olsun, nə olur olsun ya da olmasın, onun sənəti yaşayacaq. Mən də elə sənətçilərdən olmaq istəyirəm. İnşallah. Təbii ki, uğurlar arzu edirəm. Bir sual da vermək istirdim. Ümumiyyətlə, bir çox janrlarda ifa edirsiniz də. Yəqin ki, ən çox özünüzü hansı janrda daha çox... Əslində, mən özüm və insanlar məni Bakı şansonu ifaçısı kimi görüb qəbul edib və amma ifa edirəm hər bir janrda. Yəni, mən insanlara göstərmək istəyirəm ki, mənim musiqi duyumum var və mən nəyi bacarıramsa, onları da insanlara çatdırmalıyam. Əgər mən bunu bacarıramsa, bunu eləməliyəm. Mən bir janrı seçib durmalı deyiləm. Amma daha çox hansı janrda özünüzü daha çox şansonu da sevirəm, klassikanı da sevirəm. Hal-hazırda, misal üçün, ifa elədiyim klassikadır. Yəni, bu Nadir Əzimovdur. Ondan qabaq ifa etdiyim bu estradaydı. Yəni, belə deyək də, hərəsinin öz gözəlliyi var da. Yenə də deyirəm, o musiqidə o sevgini tapıramsa, onu ifa eləyirəm. Təbii ki, mən muğam ifaçısı deyiləm, mən muğam oxuya bilmərəm, amma rap deyə bilərəm. Burada deyərsiniz yəqin ki. Təşəkkür edirəm ətraflı cavablar üçün. Mən istərdim ki, verilişin sponsorunu təqdim edim. Sonra yenə keçək mahnılara, musiqilərə. Sponsorumuz Dipovit D vitaminidir. Günəş vitamin D-nin mənbəyidir. Havalar soyuyur, günəş bizdən uzaqlaşır.
Dipavit vitamin D mənbəyidir. Vitamin D səbəbli sümük və oynaq ağrılarını azaldır, immuniteti gücləndirir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Vitamin D çatışmamazlığının bərpası, artıq çəki ilə də mübarizəni gücləndirir. Hər gün 6-8 damla Dipavit günəşi bizə daha yaxın edir. Dipavit 10 il sizlərlə bərabər, illərin güvəni, illərin sınağı. Dipavit qoy həmişə günəş olsun. Təbii ki, apteklərdən soruşa bilərsiniz və hal-hazırda reklamlardır. Reklamlardan sonra isə yenə də musiqilərlə, söhbətlərimizlə davam edəcəyik. Musiqi ilə həmdəm olaq. Qaşın gözün sənin özün, paxotqanda sözün düzü alır yaman ağlımı başdan. Axı nədir bu iş nədir, gizli görüşməyi, atan qovur məni uzaqdan. Axşam olur, qəm olur, sənlə günü şən olur, sevgililər həmdəm olur, biz alaq gəl. Sən şəhər ölkəni mən olur, yanına məlhəm mən olur, aşıq ətən olur, biz alaq gəl. Giyinmişəm kostyumumu, tuflimi, həm qalstuğumu, gəlim elçi papamamayla. Bilmirəm eşq qapımı döyüb, atomu anovu reşki görüm, əsmə tutur məni bu yağdan. Axşam olur, qəm olur, sənlə günüm şən olur, sevgililər həmdəm olur, biz də olaq gəl. Sən şəhər ölkəni mən olur, yanına məlhəm mən olum, aşıq ətən olur, biz olaq gəl. Sənlə günüm şən olur, sevgililər həmdəm olur, bizdə olan gəl. Sən şəhər ölkəni mən olur, yanına məlhəm mən olum, aşıq ətən olur, bizdə. Axşam olur, qəm olur, sənlə günüm şən olur, sevgililər həmdəm olur, bizdə olan gəl. Sən şəhər ölkəni mən olur, yanına məlhəm mən olum, aşıq ətən olur, bizdə olan gəl. Reklamlar bitdi və gözəl bir pozitiv bir musiqi ilə davam edirik verilişimizi. Mən istərdim bu musiqi haqqında biraz Bu mahnı ilk dəfədir. Aha. Ümumiyyətlə ilk dəfədir. Efirdə səslənir. Efirdə səslənir, bəli. Bu mahnını özüm yazmışam, sözləri də özümündür, musiqi qurumu da özümündür. Musiqini belə deyim, mən bir sirr açıqlayım sizə. Mən musiqi ifası edə bilmirəm. Amma mənim beynim edə bilir. Mənim beynim musiqi qurur və o musiqini mən musiqiçilərimlə birlikdə yaradıram və onu həyata keçirdirəm. Yəni onu ifa etməsəm. Bunu lentə almısınız yoxsa elə? Çəkilişini? Yox, bu hələ heç bir həftədir yazılıb bunu. Hələ vərəqin üstündədir. Mən dedim, yəqin artıq bunu yazmısınız studiyada. Yox. Sadəcə ürəyim istədi bu gün sizin üçün ifa edim. Təşəkkür edirəm, çox sağ olun. Biraz istərdim şansondan danışaq. Ümumiyyətlə, şanson janrının Azərbaycanda inkişafı barədə istərdim. İnkişafı barədə deyim də sizə inkişafı barədə. Azərbaycanda ən güclü şansonu inkişaf etdirən, Bakı şansonunu inkişaf etdirən adam bu adını çəkdiyim Respublikamızın xalq artisti Eyüp Yaqubov.
salamlayırıq təbii ki. Və onunla birlikdə təbii ki, Ced şansona deyirlər, Arzu Rzayevdir, Respublikamızın əməkdar artisti İlqar Sahildir. Yəni bunlar da şansonla, onlar eyni belə deyək də dövrdə. Amma bunun hamının içində onun kralı oldu Eyüp Yaqubov. Və Var mı Bakı gənclər? şansonunun kralı da adında Eyüp Yaqubovdur. Bəli. Var elə gənclərdən Gənclərdən şanson ifaçıları, Bəli, bəli. şanson ifaçıları var, amma azdır. Azdır. Bəli, azdır. Ümumiyyətlə şanson milli tərzdə oxuyan, belə Daha toy çox, tərzində daha. oxuyan, yəni çoxdur. Həddindən artıq çoxdur. Görürsüz, adı mən nəyi fərqli eləmişəm? Hər yerdə klarnet, qarmon, saz, Bəli. davul, amma mən belə seçim edirəm. Mən saksofon sevirəm. Mən sevirəm bu cürbəcür belə deyək də daha yumşaq musiqini, daha beyin sıxmayan. Bu mənim ürəyimə daha yatır. Bu mənim üçün daha ideal sayılır. Şansondakı belə deyək, bugünkü gündə deyirsiniz, şanson ifaçıları. Şanson ifası üçün əslində mən sizə deyim, şanson ifası rus dili ilə Azərbaycan dili qarışıq olur əsasən. Və rus dilində hər bir insan təbii ki bilmir. Bəli. Yəni onu təmiz, mən özüm Rusiyada yaşamışam və rus dilini təmiz bildiyimə görə, ona görə də bu mənə kömək eləyir bunu ifa etmək üçün. Məsəl üçün türk mahnısını da ifa etmək olar. Çünki bizim dilimiz yaxındır. Bəli, bəli. Amma rus dilini Azərbaycan dilli sırf insanlar bilməyə bilər. Ona görə də şansonun izləyicisi çox olmaya bilər. Az olduğu üçün deyirsiniz, azdır. Az da deməzdim, çoxdur. Sadəcə biz Azərbaycandan belə deyək də daha çox çıxıb dünya arenalarına da çıxmalıyıq. Əlbəttə Necə ki başqa bəli, ölkələr. bəli. Biz qapanmalı deyilik. Azərbaycanın içindəki iminə pul qazanım. Yaxşıdır, hər şeylə Azərbaycanda Amma oxuyun, indi bəs elə eləyir. də, yəni- Yox, belə olmalı deyil. Əslində olmamalıdır, əslində sənətimizi biz hamımız birlikdə sənətçilər bir-birimizə dəstək olub, ancaq baxmalı deyilik ki, Moskvada toyda filan kəslər oxudu, nə bilim, Peterburqda filan kəslər oxudu, elə olmalı deyil. Mən istəyirəm ki, Krokusda filan kəslər çıxış elədi, nə bilim, Amerikada filan yerdə filan kəs çıxış elədi, Avropanın filan mədəniyyət sarayında filan kəs, bunu görmək istəyirəm. Və onu heç kim deyil, mən misal üçün qabaqma o məqsədi qoymuşam və gedirəm. Bəli. Gedəcəm, çatacam ora, çatmayacam ora, o Allahın işidir. İnşallah Amma mən çatarsın. onun üçün çalışıram. Və bir var zəhmət çəkmək, bir var çalışın. uşaqlarla bir yerdə biz həddindən artıq əziyyət çəkirik. Ona görə də inanıram ki, Olacaq o onun zaman. bəhrəsi görüləcək. Çünki əziyyət heç vaxt yerdə qalmır. Təbii ki. Mən hələ ki əziyyətimi yerə düşən görməmişəm. Mən də görməmişəm. Yəni bu yaşıma kimi inşallah ki hər birimiz istədiyimiz yerə də gəlib çatarıq. Və həmişə bir söz deyirəm. Həmişə hər bir müğənni dostlarıma da, musiqiçi yoldaşlarıma, dostlarıma da demişəm hamıya ki, çalışmayan üçün yol yoxdur. Çalışsan, istər-istəməz balaca da olsa o yolu tapmalısın. Mümkün deyil. Tənbəl insan getməyə bilər. Düzdür. Amma vuruşan insan gedəcək. İnşallah. Təşəkkür edirəm. Mən istərdim yenə də ifalar sizdən. İfa. Növbəti ifa nədir? İfa edək. Bu dəfə istəyirəm Rəşid Behbutovdan. Bu şəhərdə, bu этом городе mahnısını Gözəl. ifa edir. Elə o da şansona bir yaxınlığı var o mahnının. Olsun. Musiqi ilə həmdəm olaq. Все пути дороги где-то позади. Солнечным сиянием с песней в груди я иду вдоль улиц городом большим. Улыбаюсь встречным, как друзьям своим. В этом городе ярких огней, в этом городе
добрых друзей. Я учился жить и дружить. Как же мне Баку не любить? В этом городе ярких огней, в этом городе добрых друзей. Я учился жить и дружить. Как же мне Баку не любить? Küleyler şehri, onlar yurdu sen. Azerili'nin Güralovu sen. Benim şehirleri gözü sen bakın. Azerbaycanıma yüreği Bakü boyatmışam ben. Bu şehirde göz açmışam ben. Bu şehirde canım kanımdır o benim. Bakımı nece sevmeyi boyatmışam ben. Bu şehirde göz açmışam ben. Bu şehirde canım kanımdır o benim. Bakımı nece sevmeyi в этом городе ярких огней, в этом городе добрых друзей. Я учился жить и дружить. Как же мне Баку не любить? Boyatmışam ben bu şehirde, göz açmışam ben bu şehirde. Canım kanımdır o benim. Bakımı nece sevmeyi, bakımı nece sevmeyi. Как же нам Баку не любить? Təşəkkürlər, çox sağ olun. Musiqiçilərimiz var olsun. Sağ Çox olun. gözəl ifa edirlər. Şahin bəy, sizcə canlı ifa ilə studiya yazısının arasında hansı fərq var? Fərq, mən sizə deyim, birinci növbədə mən fonoqram oxumağı ümumiyyətlə sevmirəm. Fonoqram oxuya bilmirəm. Fonoqram oxuyanda mən dönürəm robota. Mən bilmirəm neyniyim. Bilirsiniz niyə? Çünki mahnını canlı ifa edəndə mənim əlim göyə qalxır,
ayağım bu tərəfə gedir, başım oynayır. Mən çünki bilirsiniz niyə? Mahnını hiss eləyirəm Hiss ediyoruz. və onun içində yaşayıram. Amma fonoqram oxuyanda bir-iki dəfə olub verilişlər ki, məcbur, yəni orada fonoqram oxumalısan. Çıxmışam və mən özümü apara bilmirəm. Yaddan çıxır, sözü deyə bilmirəm, kameralar üzləri. Amma canlı ifanı mənə əvəz edən bir şey yoxdur. Yəni ona görə də mənim üçün zapis yox. Zapisi çarəsiz, yəni eləyirik ki, insanlara çatdıraq. Yəni biz belə hər gün küçədə gezib cəmaət üçün ifa edə bilmirik axı ki, insanlar bizə qulaq assın. Ona görə də indi inşallah bu konsertləri yaradırıq ki, insanlar gəlsin və canlı və düzgün və keyfiyyətli musiqidən qidalanıb eşitsinlər ki, Azərbaycanın doğrudan da necə musiqiləri var. Konsertdə inşallah daha çox hansı janra üstünlük vermisiniz? Janr qarışıq. 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 Çünki eyni janr insanları yorar. Yox, təbii ki, elədir. Orada lirik mahnı da var, orada estrada da var, orada klassika da var, oynaq da var. Ona görə Rap də də var orada. nə var orada? Rap var, rap. Rap yoxdur. Yox. Bəs duet necə Duet ifa etmisiniz? əlbəttə ki. Mənim yeni duetim Brilliant xanım Dadaşova ilə Respublikamızın xalq artisti Xeyrola mahnısı. Xeyrola, çox girdin dondan dona. O mahnı Brilliant xanımdan, sonuncu Brilliant xanımla biz dueti həyata keçirdik. Planlarım hələ də var. Ramil Nabranla da duetim var, olub. Nə gözəl. Bəli. Dənizə gəl adlı mahnımız, yay mahnısı. O inşallah o mahnını daha tanıdacam bu yay inşallah. İnşallah, inşallah. Və yeni duetlərimiz də inşallah planlaşdırıram. Niyam Salami ilə də inşallah qismət olsun, onunla da həyata keçirməliyik bunu. Mən duet sevirəm və çox sevirəm duetləri. Həddindən artıq. Arzu elədiyiniz bir ifaçı var duet oxumaq üçün? Arzu elədiyim ifa, bilirsiniz necə? Yenə də deyirəm, arzu elədiyim deyilən bir şey yoxdur. Yəni, hər kəsin bir istəyi olur ki... Misal üçün, sevdiyim nümunəvi sənətçilərlə, misal üçün, necə ki, Brilliant xanım. Bəli, bəli. Təbii ki, mən Eyüp Yaqubovla da oxuyaram. Respublikamızın xalq artistləri Faiq Ağayevlə da oxuyaram. Necə deyim, çoxdur sənətçilər, yəni cürbəcür, hərəsinin bir janrında. Yəni, niyə də yox? Mənə hə desinlər, mən də gəlim oxuyum. Nə gözəl. Niyə? Musiqi nə üçündür? Oxumaq üçündür. Onu yaşatmaq üçündür və onu bölüşmək üçündür. Ona görə də biz onu birlikdə də bölüşə bilərik. Onu tək də insanlara çatdıra bilərik. İstəsək 10 nəfər də yığışıb oxuya bilərik, yenə də çatdıra bilərik. Təşəkkür edirəm. Mən istərdim ki, növbəti ifaya keçid Növbəti ifanı hörmətli xanımlar və cənablar. İndi aparıcılıq mən edirəm. Aha. Leyla Nə xanım. gözəl. Və indi isə bizim Fərid Ağayev və Vahid müəllim başda olmaqla onların özünün ifasını dinləyək. Dinləyək, buyuraq dinləyək. Musiqi ilə həmdəm olaq.
Musiqi ilə həmdəm olaq. Dəyərli musiqiçilərimiz var olsun. Şahin bəy, bir sual da vermək istəyirəm. Şanson ifaçıları çox zaman həyatın reallıqlarını danışır. Sizdə öz şəxsi həyatınızdan mahnılarınıza keçən hekayələr var? Əslində hansısa bir mahnını yazsan, ifa eləsən, ola bilər ki, o hansısa bir mahnını kimsə yoldaşına ifa edər, kimsə uşağı üçün ifa edər, oğlun mahnısı, qızın mahnısı, yoldaşın, ya sevgilin, ya ayrılıq, ya onsuz da hər bir mahnının bir mənası var. Mənalı mahnıların mənası var, mənasız mahnıların yox. Yəni ona görə də bugünkü gündə o mahnını yenə də deyirəm, biz oxuyuruq. Əgər mən ayrılıqdan oxuyuramsa mahnı, o demək deyil ki, məndə ayrılıqdır, vəziyyət pisdir, mən ağlayıram. Yəni sadəcə belə Amma elə deyək. düşünürlər. Yox, niyə görə? Misal üçün Bulud olub mahnısı ifa etdim Nadir Əzimov bəstəsindən. Bulud olub, yağış ağladım, hicran üçün mən yolları bağladım. Yəni orada hardasa bir dərd, yol gözləmə, belə bir şeylər var. Amma onun klipində mən öz yoldaşımla çəkilmişəm. Yəni xatirə olaraq da güya ki yadıma düşür o illər. Sadəcə biz aktyor rolunu da oynamışıq onun içərisində. Amma o demək deyil ki, ayrılıqdır vəziyyət, amma belə xoşbəxtçilikdir. Təkrar zaman xoşbəxtçilik olsun. Təşəkkür edirəm bu arada. Mən istərdim yenidən bizim xüsusi sponsorumuzdan danışım. Verilişin xüsusi sponsoru Dipavit D vitaminidir. Günəş vitamin D-nin təbii mənbəyidir. Havalar soyuyur, günəş bizdən uzaqlaşır. Dipavit vitamin D mənbəyidir. Vitamin D səbəbli sümük və oynaq ağrılarını azaldır, immuniteti gücləndirir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Vitamin D çaşmamazlığının bərpası artıq çəki ilə də mübarizəni gücləndirir. Hər gün 6-8 damla Dipavit günəşi bizə daha yaxın edir. Dipavit 10 il sizlərlə bərabər illərin güvəni və illərin sınağıdır. Dipavit qoy həmişə günəş olsun və bizim sponsorun qonağımıza da hədiyyəsi var. Mən istərdim bunu da təqdim edim sizə. Çox sağ olun. Buyurun. Çox sağ olun. Təşəkkürümü bildirirəm. Nədir bu, yağdır? Vitamin D-dir bəli. Hələ yağdır da. Hə. Katraz elə yağımı dəyişməliydim bu son. Artıq verilişin sonuna yaxınlaşdıq. Mən istərdim yenidən təşəkkürümü bildirim sizə, musiqiçilərə. Çox sağ olun. Dəyərli vaxtınızı ayırıb gəldiniz. Siz çox sağ olun ki, dəvət elədiniz. Çox sağ olun ki, yəni işti qarşıladınız. Dediyi biz güldük. beləyik. Həm yenə də deyirəm, həm ağlamaqdan oxuduq, həm sevincli. İnşallah sizi də mən gözləyirəm solo konsertində. İnşallah. Çox istərəm sizə görüm və inşallah ki, sizə də uğurlar arzu edirəm öz sənətinizdə, öz yolunuzda. Siz də möhtəşəmsiniz, yəni bunu hər kəs bilir və canlı ifaların mahir ustalarından birisi bilir. Sağ olun, çox sağ olun. Ona görə də Allah sizi də qorusun və səsinizi, özünüzü, canınızı inşallah biz üçün də bizim layiqi olan pillələrimizə çatdırsın bizi inşallah. Amin, amin inşallah. Mən tamaşaçılarımızla sağollaşıram. İnşallah gələn həftənin 3-cü günü yenə də biz efirdə olacağıq. Amma sizin təbii ki, musiqinizlə biz sağollaşacağıq. İfanızla təbii ki. Və növbəti mahnı da elə öz bəstəmdən olan Düşünürəm Səni mahnısı. Musiqi ilə həmdəm olaq. Gözlərində yenə gülə-gülə Sən zülm edirsən mənə bilə-bilə Bəsdir ki, soldun canıma sevgilim Gəl sevgi göstər yenə gülə-gülə
Yanındadır düşünürəm səni, yuxumdadır düşünürəm gecələri. Həyatımın ən gözəl payı sevgilim. Yanındadır düşünürəm səni, yuxumdadır düşünürəm gecələri. Həyatımın ən gözəl payı sevgilim. Yığmısan yar yenə ətəyinə, qoymursan içki gələ köməyinə. Ha gəlməsin də bu sevən adama, qoy qurban olsun sənin ürəyinə. Yanındadır düşünürəm səni, yuxumdadır düşünürəm gecələri. Həyatımın ən gözəl payı sevgilim. Yanındadır düşünürəm səni, yuxumdadır düşünürəm gecələri. Həyatımın ən gözəl payı sevgilim. Yanımdadır düşünürəm səni, yuxumdadır düşünürəm gecələri. Həyatımın ən gözəl payı sevgilim. Yanımdadır düşünürəm səni, yuxumdadır düşünürəm gecələri. Həyatımın ən gözəl payı sevgilim. Musiqi ilə həmdəm olaq.